Millinin baş məşqçisi Ayxan Abbasov İslandiya və Fransa ilə oyunlar üçün 26 futbolçu seçib. Heyətdə gözlənilməz atlar demək olar ki, yoxdur, amma maraqlısı odur ki, Mahir Əmrəli olmayacaq. Çünki dünənləri müəyyən fasilədən sonra Mahir Əmrəli Kaiserslautern heyətində oyuna daxil oldu 63-cü dəqiqədə, amma 14 dəqiqə keçmiş Mahir zədə aldı və meydanı tərk etdi. Bu zədə görünür müəyyən qədər ciddidir. Ona görə Ayxan Abbasov onu milliyə çağırmayacaq və bütün ümidlər son vaxtlar çox adı hallanan Nəriman Axundzadənin üzərinə düşür. Çünki millinin yəqin ki, ən əsas forvardı o olacaq və İslandiya, Fransa ilə oyunlarda əsas heyətdə o meydana çıxacaq. Onun yanında hansı futbolçular olacaq və seçim necə ediləcək? Ayxan Abbasov yəqin ki, ayın 12-si keçiriləcəyi mətbuat konferansında danışacaq. Milliyə uğurlar.